Şakir Eminbəyli bu ad çoxuna tanışdı. Tanış olmayanlara isə kiçik xatırlatma. Şakir Eminbəyli Qarabağ müharibəsində çəkiliş apararkən 22 yaşındaydı. Bugün bu gənc operatorun çəkdiyi kadrlara baxdıqda hadisələrin qiyabi şahidinə çevrilirik. İndi asanlıqla izlədiyimiz bu görüntüləri lentə almaq heç də asan olmayıb. İstənilən müharibələrdə, o dövrün istənilən müharibəsilə, indi də özündədir müharibələrin o yazılmayan qanunları var. Rəhmətli Çingiz qəlpədən həlak oldu da, bu bəlli olan bir şey. Qəlpə tanımırsan, jurnalistsən filan kəsən, güllə də tanımırsan kimsən. Güllənin rikoşeti var, dəyib, toxunub adama dəymək məsələsi. Bunlar hamısı, orada heç bir qanun işləmir, müharibədə heç bir qanun yoxdur. Şakir Eminbəyli Xocalı ilə yanaşı Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Goranboy, Tərtər, Ağdərə istiqamətində gedən döyüşləri lentə alıb. Müharibənin qızğın vaxtlarında hadisələri obyektivdən soğuqqanlıqla izləmək hər dəfə ölüm təhlükəsi ilə qarşılaşmaq demək idi. Oraya gedən jurnalistləri xüsusi bir, diqqət altında nəzakətlə qəbul eləmək, yuxarı başda, ala sizə bronejlet, elə şey yox idi. Heç kəsin vecinə deyildi, sən kimsən, hardan gəlmirsən, salam gəlmirsən. Orada elə bir şey yox idi ki, sən bronejleti kimdən alasıydın? Satışda bronejlet yox idi, açıq satışda. Olanlar da bu, deyək ki, ovçu bronejletlər idi, bu şey, peşəkar bronejlet deyildi. Ondan da başqa bronejlet həmişə kömək olamırdı. Küllə deyəndə deyirdi. Qarabağda hər bir kadrı lentə alan kameralardan biri də budur. Bu kamera isə Qarabağ müharibəsindən sonra çəkilən filmlərə şahidlik edib və hər iki kameranın 20-dən çox yaşı var. Fərhad müəllim, siz bu olaylar haqqında nə deyə bilərsiniz? Bu olaylar haqqında deyəsə özümü çox Bakıda deyərəm. Fərhad Kərimov da öz kadrları ilə dünya ictimaiyyətinin diqqətini Xocalıya kökləyən həvəskar reportorlardandır. O, 1992-94-cü illərdə Qarabağ müharibəsindən hazırladığı video sujetləri əcnəbi informasiya agentliklərinə ötürüb. Təkcə Qarabağ yox, sonralar Rus-Çeçen müharibəsində çəkdiyi unikal kadrlar, hazırladığı peşəkar reportajlar ona dünya stringerləri arasında şöhrət qazandırıb. Böyle sağollaşırdı, gedirdik. Bəli, ikimiz də ürəyimizdə fikirləşirik ki, bəlkə o bizim son sağollaşmamız ola bilər. Sağollaşıb gedirdik. Axşam gəlirdik, hər şey yaxşıdır və dincəlirdik. Və ondan sonra bir-birimizi insan kimi daha yaxından tanımağa imkanımız olurdu. Sakit, deyib, gülən, Azərbaycanca bir söz deməsə heç vaxt onu Azərbaycanlı oxşatmazdım. Fərhad Kərimovun kadrları 1995-ci ildə dünyada ən yaxşı teleçəkiliş kimi tanınıb. 1996-cı ilin mayında 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlington qəbristanlığında ucaldılan memorial abidəyə Azərbaycandan Fərhad Kərimovun adı da həkk olunub. Qarabağda o dövrdə baş verənlər bir çox gənci hərbi peşəkar reporter kimi formalaşdırdı. Bugün də Azərbaycanda gənc peşəkar operator, reporter nəsli formalaşır və onların ən böyük arzusu Qarabağın işğaldan azad olunması prosesini işıqlandırmaqdır. Leyla Abbasova, Namiq Abdullayev, İskəndər Qəmbərov, Bakı.